Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Allahumme accil ve likel ferec. Biz geçen bəhsdə qeyd elədik ki, Abbasi xilafətinin parçalanmasından sonra müsəlmanların torpaqlarında müxtəlif fərqli hakimiyyətlər quruldu. Məsəl üçün onlardan bəzilərini dik toxunaq. Məsələn, Əğləbilər. Onlar 1184-296-cı illər arası mövcud olublar. İbrahim bin Əğləb Harun Rəşidin sərkərdəsi idi və İdrisilərin Mərakeşdəki hakimiyyətin qarşısını almaq üçün bir sırada səlahiyyətləri var idi. O, həmin bir müddət sonra hökumətin Bağdaddan uzaq olmasına görə özünü müstəqil elan edir və Siciliya adasının fəth olunmasında, İslamın orada yayılmasında da böyük rolları olubdular. Daha sonra mesela Tahirlər olubdu. Hicrət 207-254-cü illər arasındakı Xorasanda Məmunun məşhur sərkərdəsi Tahir ibn Hüseyn ki onun başçılığı ilə hakimiyyətə gəlir və onlar Xorasan və İranın şərqini öz hakimiyyəti altında saxlayırlar. Hətta Bağdadın təhlükəsizlik orqanı vəzifəsində icra edirdilər. Yəni polis kimi də bilmir. Həmçinin Səffarilər olubdu. Hicrətin 254-296-cı illər arasında Sistan əyalətindən olan Yaqub bin Lis Əs-Səffar öz tərəfdarlarının köməyi ilə əvvəlcə Sistanı, sonra Tahirlər və Abbasi məmurlarını qovur, Xorasanı ələ keçirir və Bağdada ələ keçirməklə Abbasilərin hakimiyyətinə son qoymaq istəyir. Amma nail ola bilmir. Qardaşı Əmr də Məvarun Nəhr torpaqlarına sahib olmaq istəyir. Amma İsmail Səmani adlı orada sərkərdəyə məğlub olur, hakimiyyətdən düşür. Və sülalədən sağ qalanlar da kiçik səlahiyyətlərə malik olan yerli əmirlər olaraq bir müddət Sistanda hakimiyyətdə qalırlar. Belə. Sonra məsəl üçün həmin dönəmlərdə olub Tulunilər. Onlar da 254-292-ci hicri qəməli illər arasında mövcud olub. Türk əsilli olublar bu sülalə. Sülalənin başçısı Əhməd bin Tulun olub. Misrə hakim təyin olunub bu Əhməd Mötəmidin dövründəki qarışıq siyasi şəraitdən istifadə edib Abbaslara tabi olmaqdan boyun qaçırır və Mötəmid Misri geri qaytarmaq üçün xeyli çalışsa da Əhməd bin Tulun həyatda olduğu müddətdə nail olmur. Abbaslar ancaq 3-cü əsrin sonunda Əhməd bin Tulunun o vəzirləri vaxtında Misri geri qaytara bilir. Sonra Təbəristan Ələvləri olubdur. Reydə yaşayan Həsən bin Zeyd Ələvi olubdur. İmam Həsən əleyhissalamın nəvələrindən olan bir şəxs olub. Hicrətin 250-ci ilində Abbasilərin yerli hakimlərin zülmündən boğaza yığılan belə deyək də Mazandaran cəmaatının istəyidir. O gəlir ora və qiyamın rəhbərliyini öhdəsinə götürür. Qiyam nəticəsində orada müstəqil bir əmirlik qurulur. Və böyük dəvətçi ləqəbi ilə tanınan Zeydi imamlarından olan böyük alim Həsən bin Zeyd hakimiyyətdə oturur və onun hakimiyyətdə olduğu müddətdə 20 il olur. Şiəliyi yayır. Onun canişini, vəziri, qardaşı Muhammed bin Zeyd də ədib, şair və ədalətli bir hakim kimi tanınır. Və hətta daha böyük Nasirül Əkbər ləqəbi ilə yəni tanınan vəziri Həsən ibn Əli Hüseyni abadlıq və təhsil işlərində də islahatlar aparır. Bu ailədən də bir neçə nəfər Hicrətin 314-cü ilinə kimi Mazandaranda hökmranlıq edir. Ələvilər qonşuluqdakı yerli hökumətləri və Abbasi gücləri münaqişədə idilər və onların hakimiyyətinin zəifləməsinə gətirib çıxardır və Samanilər onların hakimiyyətinə son qoyur nəticədə. Bu Samanilər də Hicrətin 261-381-ci illəri, yəni Hicri qəməri ili ilə bu illər arasında mövcud olublar. Bu Samanilər Səmərqənd və belə deyək də Buxaradakı qədim İran sülalələrindən idi və Tahirlər zamanında siyasətə yüksəlmişdilər. İsmail Səmani qəbiləni ki, o Səmaniləri birləşdirən şəxs özüdür. Əmr ibn Lis Əs-Səffar üzərində qələbə çalır və Xorasanla Məvarun Nəhrdə əmirlik yaradır. Lakin daxili çəkmələr nəticəsində zəifləyirlər yenə və Mahmud Qəznəvi və Qaraxanlı əmirləri tərəfindən
məğlub olurlar və aradan itirlər. Samanilər də Tahirlər kimi özlərini Bağdad xilafətinə tabi olan kimi göstərsələr də, idarəçilik siyasi işlərdə özlərini tam müstəqil aparırdılar. Daha sonra Fatimilər dövləti olubdur. Məsələn, Hicrətin 296-578-ci illərində İsmaillər belə deyək də, hətta Hicrətin 3-cü əsrində İraqda və Yəməndə qiyam edilir, amma nəticə əldə edə bilmirlər. Onların qiyamı Afrikanın şimalında, bir də ki, əsasən bu elə şimal istiqamətində daha çox qələbə qazanır və Əbu Abdullah Məhdi Məhdəviyyət iddiasının Hicrətin 296-cı ilində Afrikanın şimalında Fatimi dövlətin əsasını qoyur və 361-ci ildə həmin dövlət Misir və Şam bölgəsində, Şamda deyəndə, yəni Suriya, Fələstin divan ərazilərində genişlənir. Bunlar İsmaili şiələri olaraq şiəliyi öz dövlətlərinin rəsmi məzhəbi elan edirlər və Abbasi hakimləri üçün potensial düşmənə çevirirlər. Ki, alimlərin də gözləri onlara yönəlmişdir. Daha sonra Həmədanilər olubdur. Əbu Heycanın hakimiyyəti Hicrətin 293-cü ilində Abbasi xəlifəsi tərəfindən Mosula rəhbər təyin olunması ilə başlayır. Həmin bu Əbu Heycan ki, bunların öndəridir. Həmdanilərin 293 və Hicri 392-ci illərdə mövcud olurlar. Və daha sonra elə bir ki, vəzirlər zamanında Hələb və Homsa qədər genişlənir ərazilər. Sülalın şiəliyə meyil etməsi həmin müstəqil dövlət arasında şiə mədəniyyətinin genişlənməyinə zəmin yaradıb. Numani və İbn Zuhrə kimi alimlər də bu dövlətin arasında yaşayırlar. Həmin dönəmdə də xüsusi bir, belə deyək, hadisələr baş vermişdi. Məsələn, bunların ən əsaslarına toxunacağım. Abbasi xilafəti 3-cü Hicri əsrin ortalarında xüsusilə də mütəvəkkilin ölümündən sonra öz siyasi qüdrətini əldə vermişdi. Və böyük Abbasi xəlifələr bəzən ordu və ölkə idarəçiliyini özlərində cəmləşdirən türklərin əlində iradəsiz icraçıya çevrilirdi. Ona görə də onlar xəlifənin hakimiyyətini zorlaşdırır ya da başqa birinin xilafətə gətirdilər. Xəlifə də onlara qarşı gəlmək cəsarətində deyildi. 3 ya 4 xəlifə bu dövrdə saray əyanları tərəfindən qətlə yetirilib hətta. Digər cəhət həmçinin yerli hökumətlər Abbasi xilafətin parçalanmağına gətirib çıxartdı. Yəni o dövrdə ki, İranda, Şamda, Afrikada ona yaxın yerli dövlət yaranmışdı ki, onların da bəzilərinin başları Abbasi xilafəti tərəfindən təyin edilmişdi. Amma müstəqillik iddiasında idilər və Abbasilər hakimiyyətini qəbul etmirdilər. Hətta bəziləri Samanilər, Tahirlər ki, mərkəzi hakimiyyətə tabi olduqlarını desələr də idarəçilikdə bayaq dediyimiz kimi qətiyyən tabi deyildilər və müstəqil bir siyasət yürüdürdülər. Həmçinin, yəni, belə deyək ki, o yerli hökumətlər ki, Abbasi xilafətin parçalanmasını gətirib çıxartdı. O dönəmdə də həmin bu İranda, Şamda, Afrikada ona yaxın yerli dövlət ki, yaranmışdı dediyimiz kimi. O, bəzən başları Abbasi xilafəti ilə yəni müxalif idi, bəziləri özünü itaətkar göstərib, xülasə öz müstəqil siyasətini aparırdı. Daha sonra baş verən hadisələrdən şiələrin və şiə imamlarına meyil olan şəxslərin bu dövrdəki fəaliyyətə əvvəlkilərdən fərqlənir. İslam dünyası müxtəlif yerlərində yaranmış müstəqil dövlətlərin bəzi şiələrə məxsus idi. Təbəristanda Ələvilər, Afrika, Misirdə Fatimlər, Mosul, Hələbdə Həmdanilər bu cür idi. Məsələn, bu dövrdə şiələrin zahidlik məsələsindən çıxıb hakimiyyətə keçməsində şahid oluruq. Həmçinin bu vəziyyət Ali Buyə Hicri 322-447-ci illər arasında hakimiyyətə dövründə özünün ən yüksək zirvəsini çatır və onlar türk vəzirlərini işdən uzaqlaşdırıb Abbasi xilafətin mərkəzi hakimiyyəti ələ keçirməyi bacarırlar. Və mərkəzi hakimiyyətin və Abbasi xəlifələrin zəifləməsi başqa bir yöndən də diqqət çəkir ki, şiə imamları rəhbərlik etməli, hökumətə qarşı mübarizə aparmaq üçün potensial bacarığa malik idi və İslam cəmiyyətində kifayət qədər tanınan simalar idi. Məlun da Abbasi xilafəti üzləşdiyi əsas problemlərdən qaldırmaq üçün İmam Rıza Əsəlanın xalq arasında nüfuzundan yararlanır və öz hakimiyyətini o cür möhkəmlədir.
Əhl-i Beytə qarşı təzyiq və basqınların da əsas səbəbidir. Məhz onların xalq arasındakı nüfuzu idi. Ki, xüsusilə də hökumətin siyasi qüdrəti xilafətdən ərəb olmayan vəzirlər əlinə keçən zaman bu təzyiqlər daha da şiddətlənirdi. Məsələn, Bərməkilər və Türklərin dövründə imamlara əleyhissalama qarşı təzyiqlər, həbs və sürgünlər daha çox artır. Yəni, bu repressiyalar hətta Şii imamlarının xalq tərəfindən yaxşı qəbul olunmasının göstəricisinə çevrilir ki, İkisi təqdirdə hökumətin abid və müqəddəs bir şəxsə əziyyət və işgəncə verib öz nüfuzuna ziyan gətirməyin heç bir anlamı olmazdı. Diqqət çəkən bir dənə də məqam var ki, bu dövrlərdə cəmiyyətdə öz zahiri müqəddəsliyinə görə xalqın və hökumətin diqqət mərkəzində olan çoxlu sayda sufilər var idi. Hakimlərin onlara heç bir münaqişəsi yox idi. Onlar Abbasi hakimlər tərəfindən Əhl-i Beytə qarşı həyata keçirilən bütün repressiyalar, belə deyək ki, onların şiə təfəkkürün cəmiyyətdə yayılmasından qorxmağı və Əhl-i Beyt imamlarının əleyhissalamın xalq arasındakı müqəddəsliyindən qaynaqlanırdı. Məsələ də bu idi ki, yəni bu dövrün belə deyək ki, hadisələrin təhlili zaman diqqət olunması da bir məqam. Abbasi xəlifələri və onların sarayında, güc mərkəzində, xüsusilə də orduda söz sahibi olan şəxslərin şəxsi keyfiyyətləridir. Məsələn, mütəvəkkilin İmam Hadi əleyhissalama qarşı təzyiqləri, yaxud da İmam əleyhissalamın aradan aparılması cəhdləri onun kobud tədbirli olmağından qaynaqlanırdı ki, onun şiəliyə qarşı mübarizəsi Kərbalan ziyarətini qadağan etməyi və bu kimi digər hərəkətlərdə özünü göstərirdi. Həmçinin Əşnas Türkün hakimiyyət daxilində qüvvətlənməsi, Muhammed Muhtədinin üsyanları yatırmaq və Türklər arasında daxili çəkişmələri yaratmaq məharəti onların şəxsi keyfiyyətlərinə irəli gəlirdi. Bütün bu hadisələr cəmiyyətdə zorakılıqlar artmasına gətirib çıxardı. Xəlifə öldürmək, tez-tez xəlifə dəyişmək adi bir hala çevrildi. Belə bir mühitdə də qətil, şər, böhtan, düşmənçilikdə adi hala çevrildi. İmam Məhdi Cəlal Fərəcəhin də qeyb dövrünə yaxın illər imamlar və şiələr üçün çox çətin bir dönəm olub. Yəni, onlar hökumət və cəmiyyət tərəfindən çox çətinliklər və qadağalarla üzləşir. Təkcə İmam Hadi əleyhissalam və İmam Əsgər əleyhissalamın sürgün olunması, ev duşlarında saxlanması və deyək ki, bu vəziyyətin açıq bir göstəricisi idi. Və İmam Əli ibn Muhammed Əl-Hadi əleyhissalam öz imamətin 1/3 hissəsini Mədinədə və demək olar ki, heç bir xüsusi problem olmadan keçir. Amma mütəvəkkilin hakimiyyətə gəlməklə o imamın çətinlikləri də başlayır. Və mütəvəkkil Əhl-i Beyt əleyhissalamla düşmənçilik etmək dəyişiklərə qarşı təzyiqdəki məşhur idi. O Ələvilərin son illər Abbasi hökumətinə qarşı qiyamlarını nəzərə alıb İmam Hadi əleyhissalamın Mədinədə olmağından narahat idi. Ona görə də imamı özünə yaxınlaşdırmaq siyasəti keçirir həyata və Hicrətin 232-ci ilində imamı Samirrəyə gətirir. O vaxt onun dövründə paytaxt oraydı. Və onun bu işi görmək üçün bəhanəsi Mədinə şəhərinin hərbi işlər və namaz üzrə qəyyumu Abdullah ibn Muhammed Haşim və onun arvadının ona göndərdiyi məktublar idi ki, orada İmam Əleyhisselamın hökumət əleyhinə fəaliyyət göstərməsindən, silah-sursat toplamasından danışılırdı. Və İmam Hadi Əleyhisselam mütəvəkkilə yazdığı məktubda da bu yalan və iftiraları inkar eləsə də, mütəvəkkil o Həzrətin məktubunun cavabında Abdullah bin Muhammed Haşimin öz vəzifəsindən kənarlaşdığını qeyd edərək ehtiramla imamdan Samirrəyə gəlməsini xahiş edir və Yahya ibn Hərsəməni 300 nəfər əsgərlə göndərir imamın dalıyıca. Yahya ibn Hərsəmə də Mədinəyə daxil olur, imamın evində axtarış aparır, dua və elmi kitablardan başqa heç tapmır. Ki, hətta mərhum Şeyx Əl-İrşadda gətirir bunları. 3 gün sonra İmam Əleyhisselam öz ailəsi ilə birgə Samirrəyə aparılır. İmam Samirrəyə daxil olanda şəhər əhalisi tərəfindən isti qarşılansa da, sonradan mütəvəkkilin təhqiramiz hərəkəti ilə qarşılaşır. Mütəvəkkilin göstərişi ilə İmam Əleyhisselam və onunla gələnlər ilk gün Xan-ı Salik adlı yoxsullar və kimsəsiz nəzərdə tutan yerdə məskunlaşdırılır və sonra onun üçün ayrılmış evə köçürülür. İmam Hadi Əleyhisselam ömrünün sonuna kimi bu şəhərdə yaşayır. Hətta tarixdə qeyd edirlər ki, mütəvəkkil İmam Əleyhisselamın nüfuzunu sarsıtmaq məqsədi onu çətin şəraitdə saxlayırdı. Hətta şiələrin də düşüncəsini nəzərə alıb Raşidi xəlifələri, yəni o ilk 4 xəlifə ki, deyir Əhl-i-Sünnə, yəni məzhəb, digər məzhəb, Peyğəmbər sallallahu əmrisi Abbas haqqında suallar verib, imamı çətin vəziyyətə salmaq istəyirdi. Amma imam hər dəfə qısa və üstörtə cavab verməkdə özünü onun tələsindən qoruyurdu. Mütəvəkkilin hətta İmam Hadi Əleyhisselama əziyyət vermək üçün
gördüyü işlərdən biri də İmam Əleyhisselamın evində silahın, pulun və şiələrin imama yazdığı məktubların olmasıyla bağlı verilən gizli məlumatlar əsasən əskərlərə məxfi şəkildə ora gedib evdə axtarış aparmaqları da göstəriş idi ki, və bu dəfə də evdə heç nə tapmırlar və Quran oxumaqla məşğul olan İmam Əleyhisselamı özləri mütəvəkkilin yanına aparırlar. Mütəvəkkil də İmamı Əleyhisselamı daha artıq təhqir üçün onu şərab içməyə dəvət edir. Və İmam da bundan imtina edir və qarşılaşacağı belə deyək ki, bir vəziyyətdə də ondan mütəvəkkil tələb edir ki, onda şeir desin. İmam da öz növbəsində zalimin, yəni ölümün necəliyi və sahib olduqları mal, mülk, məqam və qüdrəti onları ölümün əlindən belə xilas edə bilməyəcək barədə şeir oxumaqla mütəvəkkilin məclisini qatır bir-birinə. Və mütəvəkkil səy göstərirdi ki, İmam Əleyhisselamı öz iradəsinin ziddinə və məqamından uzaq olan bir işləri görməyə məcbur eləsin ki, məsəl üçün, digər saray əyanları kimi dəbdəbəli paltar geysin, onu müşahidə eləsin, bu batil, haram, işirət, əyləncə məclislərində iştirak eləsin. Yəni, mütəvəkkil bütün bu işləri İmam Əleyhisselamın uca məqamını alçatmaq, cəmiyyət arasında olan nüfuzuna zərər gətirmək üçün edirdi. Nəticə də əldə etməyəndə artıq imamı qətlə yetirmək qərarına gəlir. İmamı zindana saldırır, öz Mundarov planını həyata keçirmək üçün zindanın rəisinə tapşırır, amma ondan qabaq öz oğlu və sərkərdələri tərəfindən öldürülür. Yəni, imamı öldürtmək istədiyi halda öz oğlu ilə birləşən sərkərdələrin əli ilə suiqəsdən öldürülür. Atasının yerinə də Müntəsir gəlir, çıxır. Əleyhisselamın övladlarına, seyyidləri, Əhl-i hansına və eyni zamanda da İmam Hadi Əleyhisselama qarşı təzyiqləri azaldır. İmam hökumətin təzyiqlərini daha az qalır, amma xilafətin müxtəlif yerlərində hökumət İmam məmurların şeylərə qarşı təzyiqləri olduğu kimi davam etməkdə olur, amma İmam Hadi Əleyhisselam ömrün qalan hissəsini müstəyin və mütəzin xilafəti dövründə keçirir. Tamam, bir hissəsi desə ki, təvəkkülün ölümündən belə deyək də ki, imamın bu xəlifələrin dönəminə düşür həyat tərzi və mütəvəkkilin ölümündən 7 il sonra mütəzzin hakimiyyəti zamanında ki, əyanların hiləsi ilə imam şəhadətə qovuşur. Və İmam Həsən Əskəri Əleyhisselamın ki, daha sonra dövr olur. İmamlar arasında ən qısa imamət dövrü olan şəxsdir ki, Hicri 250-260-cı illərdə imamın imamət dövrü adlanır. O imam da ki, Əleyhisselam da 3 Abbasi xəlifəsinin Mutəz, Muhtəmid ki, dövrlərini əhatə edir. Bir də Muhtədi. Elə birinci Mutəz olub, 252-255-ci illər, sonra Muhtədi olubdur, 255-256, sonra Muhtəmid olubdur, Hicri 256-279-cu illər. Bunlardan biraz çox elə bil hakimiyyət eləyibdir. Ki, İmamın Əleyhisselamın bütün ömrü Samirədə keçib, 1 yaş sonunda atası ilə bu şəhərə köçüb, şəhid olana kimi də oradan kənara çıxmayıb, ona görə də həmişə hökumətin gücü nəzarəti altında olub, hətta həftədə 2 dəfə şəxsən Darül Hökuməyə, yəni hökumət evinə, hakimiyyət evinə getməli, o şəhərdə olması barədə məlumat verməliymiş. Hətta belə bir ağır şəraitdə və qısa müddət ərzində İmam Əleyhisselam dəfələrlə zindana salınır. Mümtəzin və Möhtədinin dövrlərində də bu həbslər zamanı imama çox əziyyət verilsin deyə hökumət casusları tüm güclərini səfərbər edirlər ki, imamın şiələrlə əlaqəsi barədə ən kiçik məlumatları əldə eləsinlər və məlumat tutursunlar ki, imama çox əziyyət versinlər. Hətta Mu'təz bir dəfə zindanın rəisinə İmam Əleyhisselamı Kufəyə tərəf aparıb yolda öldürməsi barədə göstəriş verir. Ancaq onun öz əmirləri elə onu xilafətdən kənarlaşdırıb öldürülməsi, planını həyata keçirməsinə mane olur. Muhtədi də İmam Əleyhisselamı öldürmək niyyətində idi. Amma imamın səhabələrinin və zindanda onunla birlikdə olan Əbu Haşim Cəfərin dediyinə görə Muhtədinin öldürülməsi ilə imam yenə də şəhadətdən, yəni qətldən amanda qalır. Daha sonra ki, axırıncı dəfə Hicri 259-cu ildə deyək də Möhtəmidin göstərişi ilə imam zindana salınır və tezliklə azad olunur
Müzəffər Şeyx Xüreynin Kafirə nəqlinə əsasən və İmam Həsən Əskəri əleyhissalam öz belə deyək ki, səhabələrinə yazdığı məktubların birində qeyd edir ki, Abbasilərin bu işlərdə məqsədi onun öldürülməsi, nəsil və imamətin kəsilməsi baxımındandır və İmam 200 hicrətin 260-cı ilində Samirada şəhadətə qovuşur. İmamın elə bir şeylərlə əlaqəsi də ağanın həbsdə olmadığı vaxtlarda daha çox məhdud və mümkünsüz idi. Çox sayılı məlumatlara biz baxanda görürük ki, şiələr imamla onun evində görüşə bilmirdilər. Məcbur küçədə imamın gediş-gəliş yolunun üstə dayanırdılar və İslamın hökumətə belə göstərici və xilafət adamları müşahidə ilə Darül hökumədən xaric olanda və ona tərəf hərəkət edəndə özlərini ona çatdırırdılar. Hətta bəzən şərait o qədər çətin olurdu ki, İmam Əleyhisselam məktub və xüsusi vəkillər vasitəsilə şiələri küçə görüşlərindən və özlərinin imamlarının tanışlığını biruzə verməkdən çəkindirirdi. Belə bir çətin vəziyyətdə onlar çalışırdı ki, lazım olan şəraiti hazırlamaqla şiələrin rəhbərlik, idarəçiliyi üçün zəmin yaratsınlar ki, tədbirlərdən də biri 7-ci imamın zamanında əsası qoyulmuş naiblik, belə deyək ki, o səfirlər mərkəzləşməsinin formalaşdırılması və təkmilləşdirilməsi idi. Ki, bu vəkalət qurumu şiələrlə insanlar arasında bir bağ idi və əsasda imamlarla şiələri bağlayan bir sistemdir və əlaqə yaratmaq missiyası güdürdü və imamın etimad göstərdi. Etibarlı və əmanətdar şiələrdən ibarət bir şəbəkə deyək ki, qurulmuş bir şəbəkə idi və bu qurumun başında Samirə və Bağdadda yaşayan imamla birbaşa əlaqədə olan bir necə xüsusi şiə dayanırdı. Başqa şəhərlərdə və həmin şəhərlərin şiələri arasında da bəzi şəxslər seçilir və şiələrin maddi mənəvi ehtiyaclarını öyrənir, xəbərləri, məlumatları Samirə və Bağdada ötürürlər ki, bu vəkillər də həmçinin şiələrin imamlarla görüşməsi üçün şərait yaradır. Bu gedişatın çoxlu sayda problemlərin və hökumət məmurlarının yaratdığı çətinliklərə baxmayaraq, başqa şəhərlərin şiələrində olan bəzi dəstələr görüşmək üçün imamların yanına gələ bilirdi. Hətta vəkalət sisteminin İmam Həsən Əskəri əleyhissalamın dövründə daha ağır və daha təhlükəli vəzifəsi var idi. Çünki İmam əleyhissalam məcbur idi ki, təqiyyə edib 12-ci imamı Abbasilərdən qorusun. Ki, bu işdə yalnız vəkillərin çox məharətli fəaliyyəti sayəsində həyata keçirdi. Ona görə də vəkillər müxtəlif bölgələrdə öz fəaliyyətlərini davam etdirirdilər. Kiçik qeyb dövründə də xüsusən naiblər nəzarəti altında öz vəzifələrini şiələrə imamdan xəbər çatdırmaq və onlarla imam arasında əlaqə yaratmaq yerinə yetirirdilər. Yəni bu işləri icra edirdilər və imamların İslam dünyasının müxtəlif bölgələrində fəaliyyət göstərən vəkillərin adları, sayları ilə də maraqlı bir məlumatlar var ki, nəzər salanda şiələrin məskunlaşdıqları əraziləri müəyyən etmək olar. Hətta regionlar arasındakı əlaqələr, onların qarşılıqlı münasibətləri haqqında da coğrafiya tarix kitablarında mövcud olan bilgilər də qaranlıq və məchul olan, bilinməyən, yəni məqamların aydınlaşmasına kömək edir. Biz də baxırıq ki, həqiqətən də şiələr daha çox İraq, belə dedik, keçmiş aşağı Mesopotamiya, Kufə, Mədain, Bağdad və Bəsrədə məskunlaşmışlar. Cəzirə bölgəsindən də yuxarı Mesopotamiya tərəf, Şam, xüsusilə də Həlab və Tərablusda müəyyən qədər şiələr yaşayırdı. İraq əyalətindən sonra şiələrin əksəriyyəti qərbdə Cibal əyalətində və İranın mərkəzində məskunlaşmışlar. Qum şəhəri İranda ən qədim şiə məskəni sayılır. Ondan sonra Kaşan, Avif və Rey İranda şiələr ən çox yaşadıqları şəhərlər sayılır. Bunlardan əlavə şiələr Beyhəq, Tus, Nişapur, Şiraz, Əhvaz və Azərbaycan və İranın bir sıra şəhərlərində məskunlaşmışlar. Orada da vəkillik sisteminin nümayəndələri olan vəkillər fəaliyyət göstərmişlər. Ki, yəni bunlar bizə bunu bəyan edir ki, yəni bu dövrdə artıq bu sistem bu cür irəliləyirdi. İnşallah şimdi gələn bəhsimizdə də kiçik qeyb dövründə baş verən İslam dünyasındakı hadisələr və Abbasi xilafətinin gedişatı haqqında məlumatlanarıq ki, tarixdə bunlar necə baş veribdir. Velhamdülillah Rabbil alemin.